Salam əziz valideynlər, xoş gördük sizi. Bugün valideyn saatında çox anaların düşündürən, bəzən sual, bəzən də gizli narahatlıq doğuran bir mövzudan danışacağıq, peyvənddən. Bugün studiyamızın qonağı gözəl pediatrımız, okeanın o biri tayından bizə Zoom vasitəsilə qoşulan Mədinə Tibb Mərkəzinin təsisçisi, hal-hazırda isə Boston Uşaq Xəstəxanasının elmi işçisi, həm də peyvənd mövzusunda valideynlərin bütün suallarını səmimi cavablandıran bir mütəxəssis qonağımızdır. Xoş gördük doktor. Hər vaxtınız xeyir olsun. Səmira xanım, necəsiniz? Təşəkkür edirik. Siz də necəsiniz? Yaxşı, Azərbaycanın musiqisi biraz məni daldırdı. Darıxmağa, Bakının küçələrinə, gözəl havasına. Qəşəng İlqar Muradov bizim hamımızı burada biraz qəmləndirdi. Amma hamının gözlədiyi suallara davam edək. Rasim müəllim də bizimlədir, buradadır. Siz də xoş gördük. Salam, xoş gördük. Xoş gördük Ülviyə xanım. Necəsiniz? Vaxt ayırıb bizə qoşulduğunuz üçün təşəkkür edirik. Çox sağ olun, təşəkkür. Məşhur belə sualla başlayaq. Peyvəndlərlə bağlı ən çox eşitdiyimiz yanlış məlumatlar nələrdir? Ya məncə ümumiyyətlə bir dənə məsələyə belə girək ki, ümumiyyətlə peyvənd nədir? Yəni çünki hələ də peyvəndin nə olduğunu tam olaraq başa düşməyən insanlarımız var. Ona görə gəlin ümumiyyətlə Samira xanımın sualının da üzərinə peyvənd nədir? Onu da qoyaq. Lap oradan başlayaq. Əslində ilk dəfə siz mənə deyəndə ki, sual məhz peyvənd barəsində olacaq. Mənim üçün biraz bu çətin oldu. Ona görə ki, öz praktikamda da hədsiz çox fərqli valideyn görürük və onlara məsləhət vermək də çox çətin olur. Amma sözsüz ki, biz öz məsləhətlərimizi məhz əsl praktikadan, dünya qəbul etmiş səhiyyədən verməliyik. Peyvəndimiz, mən bugünkü söhbətimizi, mən öz səsimi eşidirəm əks-səda olaraq. Hər şey yaxşıdır da, düzdür? Bəli. Bəli, narahat olmayın. Yəni, mən bilirəm ki, bugün bizi qulaq asan, bu tərəfdə əyləşən valideynlər bir mənalı bugünkü söhbəti qəbul etməyəcəkdir. Ona görə ki, ilkin olaraq, indi çox yaxşıdır, səsimi eşitmirəm, amma hər şey qaydasındadır. Qaydasındadır. Əla. Yəni, mən istəyirəm ki, bugünkü danışdıqlarım məhz valideynə birazcıq güvən versin. Peyvənd nədir? Peyvənd bir maddədir. Ola bilər ki, zəiflənmiş canlı və yaxud da ki, dərman vasitəsi kimi bir maddədir ki, biz vücudumuza daxil edərkən bəlli xəstəliklərdən uşağımızı qorundurmuş oluruq. Yəni, biz vücudumuza sanki kiçik bir qonaq, kiçik bir əsgəri göndərərək vücudumuza deyirik ki, hazır ol. Öz immun sistemini tanıt bu əsgərə, bu yad cismə, bu təhlükəyə tanıt. Və bil ki, bu təhlükə sən qarşılaşa bilərsən. Ona görə, yəni, biz sanki vücudumuza kiçik bir informasiya veririk və bu informasiyanı verərək gələcəkdə qarşılaşdığı xəstəliyi tanıyıb ona düzgün olaraq reaksiya verə bilər. Aha. Bəli, buyurun. Burada bir məsələ dediniz, reaksiya. İndi baxın, sanki o reaksiya fərqli ola bilər də. Yaxşıdır hər şey. Biraz uzaqda olduğumuz üçün çətindir, ona görə. Ülviyə xanım, sizi çox gözəl eşidirik. Yəni reaksiya fərqli ola bilər də Ülviyə xanım. Yəni məsələdə insanlar o reaksiyadan qorxurlar da. Buradan demək istəyirəm ki, bugünkü danışdıqlarımızı siz sözsüz ki, öz fikrinizi, öz necə deyirlər, öz fikrinizi ona görə formalaşdırmalısınız ki, mən bugün sırf həkim kimi tibbi kitablardan olan məlumatı yox, praktikamdan olan bir məsələlərlə açmaq istəyirəm. Baxın, Səmira xanım birinci sualı bildik. Rasif müəllim, biz vücudumuza bəlli vasitə vuraraq, daxil edərək biz vücudumuzu təlim etdiririk.
Yanlış gələndə isə demək olar ki, bütün xəstələr ilk dəfə, məsələn, balacamız anadan olub və ilk dəfə biz bilirik ki, pediatra gedəcəyik və pediatr ümumi müayinədən sonra böyük bir siyahı verir bizə. Bu böyük siyahıda bizim ay peyvəndlərimiz yazılır və valideyn xüsusən birinci övladı ilə heç vaxtı övladını müayinəyə gətirməmiş, ilk dəfə ata olmuş valideynlər ilk dəfə soruşurlar ki, mən sağlam uşağımdır, niyə mən bu qədər peyvənd vurdurmalıyam, iynələr verməliyəm uşağa, bu qədər fərqli xəstə olmayan, tam sağlam uşağa verməliyəm və ən çox verilən sual odur ki, peyvənd autizm yaradır, bir. İkinci suallardan biri odur ki, peyvənd immuniteti zəiflədir. 2. Üçüncü, mənim uşağım bu dəqiqə tam sağlamdır. Mən amma bugün gedəcəm, böyük ehtimal ki, mənim uşağımın bugün qızdırması olacaq. Niyə mən uşağımı bu təhlükələrə salmalıyam ki? Bəzən valideynlər deyir ki, peyvənd gəlir. Buna görə bu səbəbdən bizim ən düzgün hərəkətimiz odur ki, valideynə həm radio, həm televiziya efirləri ilə, həm məktəblərdə və sözsüz ki, ən böyük yük bizim pediatrların üzərinə düşür ki, biz valideynlərimizə düzgün şəkildə maarifləndirək və anlataq ki, hansı çətinliklərlə valideynlər üzləşə bilər. Bəs bu miflər barədə nə deyə bilərsiniz Ülviyə xanım? Bax, bəzən valideyn... Mən sizi eşitmirəm, amma bilmirəm, mən sizi eşitmirəm. Bir saniyə. Sadəcə olaraq. İndi eşitmirsiniz məni Ülviyə xanım? İndi eşidirəm, amma eşitmirdim. Aha. İndi sırayla danışaq, biraz uzaqdan qoşulduğu üçün bəzən belə yarana bilir. Mən qeyd etdiyiniz miflər var. Peyvənd autizm yaradır iddiası var. Sonra bəzən valideynlər deyir ki, peyvənddən sonra uşaqda davranış və inkişaf geriliyi baş verdi. Bax, bu miflər barədə nə deyə bilərsiniz? Mən bir pediatr kimi biz mütəmadi olaraq xüsusi dəvəyə ehtiyacı olan uşaqlarla da çalışmışıq. Ona görə ki, Kəmal doktorla bərabər bir iş birliyimiz olubdur və nevroloji xəstələrimiz də olubdur, fərqli və pediatrik durumlarda, vəziyyətlərdə fərqli olub. Mənim izlədiyim, nəzarət etdiyim hardasa 60% autizm diaqnozu qoyulmuş uşaqların ümumiyyətlə peyvəndi yoxdur. Yəni, hal-hazırda mən ABŞ-da yaşayıram, burada da valideynlər sözsüz ki, o sualları soruşur və verir valideynlər mütləq mütəxəssisə və elmi əsası olmayan bir məlumatdır. Və mən düşünürəm ki, çox təhlükəli məlumatdır. Aha, elmi əsası yoxdur dedi doktor. Bir sual daha vermək istəyirəm ki, əgər uşaq müəyyən səbəbdən peyvəndi vaxtında almayıb, xəstələnib o an almaq istəməyib, ardıcıllıq pozulubdur, hansı bərpa planı qurulur bu zaman? Yəni gecikmiş peyvəndlər də təhlükə yarada bilərmi? Sözsüz ki, əslində gecikmiş peyvəndlərin sırf peyvəndin özündən heç bir ziyanı yoxdur. Ona görə ki, yəni onu düzgün sistemlə qurularsa, peyvəndin özündən bir ziyanı yoxdur. Sadəcə olaraq tibbdə biz hər zaman baxırıq ki, bu peyvənd nə zaman vurulur? Yəni, əgər uşaq göğüs kürəklə xəstələnərsə və bu uşaq 5 yaşından sonradırsa, bu uşaq üçün həyatı təhlükəsi yoxdur bu xəstəliyin. Amma əgər bir balacamız 2 ayında, 3 ayında, 4 ayında, 6 ayında, 1 yaşa qədər göğüs kürək tutarsa, ki mən o xəstəni görmüşəm, məsəl üçün 4 aylıq bir uşağın göğüs kürəklə əziyyət çəkir və pediatrin yanına gəlmək çox qorxuludur. İnanırsınız ki, bu uşaqla biz hardasa təxminən 6 ay, 7 ay çox böyük əziyyət çəkdik. Xəstəxana yatış elədik. Ona görə ki, mümkün deyil o balacanı rahatlamaq, müalicə etmək. Eyni qaydada, yəni peyvəndlərin verilməsi o
aylar, günlər elə belə vurulmayıb. Ona görə ki, o peyvəndlər sırf həmən vaxtı uşağa bu xəstəlik olarsa, hansı ağırlaşmalar ola bilər. Əgər bu uşaq həmən vaxtı bu aylarda tutarsa, onun həyati təhlükəsi varsa, o səbəbdən onlar elə kiçik aylara qeyd olunur. Bəs hansı hallarda peyvənd qətiyyən vurulmamalıdır? Hansı hallarda peyvənd qəti vurulmamalıdır? Yəni ilk olaraq, əgər uşaqda məsələn, bu dəfə gəlib peyvəndə və bu peyvənddən anafilaksik reaksiya var. Bilirsiniz ki, bir çox peyvəndlərin ard-arda vurulması zəruridir. Məsələn, gəldi, balaca peyvənd vurulubdur və ciddi bir allergik reaksiya var. Yəni eləcə biraz yeri qızardı falan deyil. Anafilaksik reaksiyadan danışırıq biz. Ağırlaşması varsa peyvəndin, onda o da ki o qədər nadirdir ki, inanırsınız ki, mən 16 il Bakıda çalışmışdım və 16 il ərzində mən heç bir ədəd anafilaksik reaksiya çox şükür görmədim. Və yaxud da ki, əgər immunokompressiv xəstələrimiz deyil, yəni məsəl üçün uşağımız onkoloji xəstədir və immun sistemini suppressiya edən, yəni azaldan dərmanlar alırsa, o zaman bəli peyvənd vurulmur və yaxud ağır hormonal terapiya alırsa, onda peyvəndlər gözlənilir. O zaman ki, uşaq sağlam vəziyyətə gələrsə, stabil vəziyyətə gələrsə və dərmanların dozalaması və yaxud da ümumi vəziyyətə imkan verirsə, onda vurulur. Yəni bunlar sözsüz ki, pediatr və uşağı müalicə edən heyətlə, yəni məsləhətləşmək lazımdır. Mən Ülviyə xanımdan bir şey soruşmaq istəyirəm. Məsələn, daha doğrusu fikir də bildirmək istəyirəm. Biz cəmiyyətdə analiz eləyəndə daha çox belə deyim də kommentləri oxuyanda məsələn keçən il idi də Bakıda, Azərbaycanda kəskin qızılca yayılması halları ilə rastlaşdıq biz. Yəni biz bunu hardan hiss edirik? Yəni daha çox pediatrlar bunu görür. Biz də bağçalardan hiss edirik ki, məsələn gördük ki, bağçalarda bu indiyə qədər heç vaxt olmamışdı. Bağçalarda belə hallar yaşanmağa başladı, məktəblərdə, bağçalarda və məlum oldu ki, bu qızılca peyvəndi olunmamış uşaqlarda bu hallar daha çoxdur. Yəni bu indi məsələn ondan ki siz bunun mənfi reaksiyalarından danışdınız da. Məsələn ondan ki əksəriyyət valideynlərdə qısa müddətli fikirləşirlər də. Yəni o məsələn peyvənd olacaq uşaq 2 gündən sonra məsəl üçün qızdıracaq 2 gün ərzində. Onu daha real görür deyə. Yəni amma o görə bilmir ki, məsələn 1 il sonra uşağa qızılca tuta bilər və bu hara qədər ağırlaşa bilər də. Ona görə o qısa müddətli fikirləşir. Düşünür ki, yox, bu qızdırma verəcəm, mən vurdurmuram. Yəni burada o faktor da var ki, yəni bəlkə də biz belə deyim də pediatrlar, həkimlər yaxud da digər insanlar məhz bunun o tərəfindən belə deyim, əks təsirlərindən o qədər danışmırıq deyə onlar bunu görəndə, yəni əks təsirini görəndə və ona reaksiya verirlər. Yəni qorxulu reaksiya verirlər. Yəni bəlkə biz peyvəndi doğru şəkildə, yəni biz dediyimiz peyvənd vuranlar, həkimlər bəlkə bunu doğru şəkildə çatdırmırıq valideynlərə. Yəni ümumiyyətlə indi qərb təcrübəsi necədir? Orada necə çatdırılır? Yəni bunun kommunikasiyası necə olunur valideynlərə? Yəni məcbursan eləməlisənmi deyə, yoxsa bunun bir maarifləndirmə işi mi aparılır bundan bağlı? Baxın, ilk öncə mən istəyirəm sizə öz praksikamdan danışım. Bakıdayım, müayinədəyim, bir ailə gəlir. Ailədə atada hepatit B, anada hepatit B, uşaqda hepatit B. Mən çox qəribə olmuşdum ki, yəni necə ola bilər ki, yəni bütün ailə hepatit B-dən əziyyət çəkir. Və yəni bunun axı öncədən bir hərəkət etmə, düzgün bir
yönü var da, yəni bu qadın peyvənd olunmalı idi və övladına da o hepatit B-ni ötürməməli idi. Başqa bir gündür, bir dənə uşaqlarımızın məktəb tədbiri idi və su çiçəyin yayılan vaxtı idi. Yanımda bir valideyn oturmuşdu. Türkiyədə yaşayan bir xanım idi. Və mən dedim ki, ay Allah, dən gəlmişəm, yaman çox su çiçəyi var. İnanırsınız ki, o mənə elə baxdı ki, təəccüblə. Nə danışırsınız, nə su çiçəyi? Hələ də içində su çiçəyi var. Utandırıcı idi mənim üçün aşağı. Və bitməyən bizim göğüs-kürəklə qızılca periodları. Təxmini bir 6 il bundan öncə bir dalğa oldu və ən ağır dalğa mən düşünürəm ki, keçən il oldu. Ona görə ki, keçən il ki, o dalğa çox müsibət idi. Ona görə ki, bu həm məktəblərə təsir, həm uşağın təhsilinə təsir elədi, həm uşaq tədrisi ilə məşğul olan bütün qurumlara təsir elədi və hətta deyim ki, ekonomik olaraq mütləq təsirini göstərdi. Ona görə ki, ya atalar, ya analar kimsə məcbur uşaqların yanında oldu. Bir də sağlamlıq, yəni həyatını itirən uşaqlar oldu keçən Qızılcadan. Yəni bəli, rəsmən sözdür ki, biz indi məsəl üçün diaqnozu qoyuruq, valideynə göndəririk infeksion şöbələrinə, amma oradan sonra nə baş verir, necə olur və yaxud da ki, həmən ola bilər xəstəxanada tələf olunub, evdə ağır-aşmalardan tələf olur. Ondan sonra Qızılcanın çox təhlükəli pansifalit bir diaqnozu var, hansı ki, uzun süre sonra olur. 6, 10 il, 15 il sonra yavaş-yavaş inkişafın geriliyi ilə sanki uşaq nevroloji bir xəstəlik olur. Bir 15 il sonra heç kəs xatırlamır ki, o zaman o qızılca keçirib, bilirsiniz necə? Yəni, bunlar çox belə, mən fikirləşirəm ki, çox dəhşətli bir şeylərdir və ayıbdır, yəni. Elə xəstəliklər var ki, onları tutmaq ayıbdır. Olur, uşağın başına düşəndə, üzr istəyirəm belə ifadəmə görə, necə oldu ki, belə bir vəziyyət oldu, başa diaqotur düşdü, utanırıq da. Yəni, mən də şəxsən açığı utanıram, hətta burada demək ki, göğüs kürək gördüm və yaxud da ki, qızılca gördüm. Ona görə ki, burada Amerikada, məsəl üçün, bəlli ştatlarda məlumatlar çıxanır. Boston'da, Massachusetts'də yoxdur. Massachusetts çox xüsusi ştatdır, mən düşünərəm. Ona görə ki, tədris səviyyəsi çox yüksəkdir, maarifləndirmə çox yüksəkdir. Amma bəlli ştatlar var ki, orada yəni valideynlərdə biraz yayınmalar daha çox olur və bu təhlükəlidir. Onda belə deyə bilərikmi ki, Ülvə xanım, bu belə deyim də, artıq məsələn su çiçəyi yaxud qızılca, göğüs kürək, bu tipli xəstəliklər 3-cü dünya ölkələrinin xəstəlikləridir. Yəni çünki bu birbaşa iqtisadi və dünya görüşü ilə, yəni təhsil səviyyəsinə əlaqəli bir yəni məsələdir də. Yəni orada ki təhsil səviyyəsi aşağıdır, iqtisadi göstəricilər zəifdir. O ölkələrdə insanlar peyvənd vurdurmaya bilər, yəni vurdurmur, bundan imtina edir. Amma əgər biz inkişaf etmiş, müasir insanlarıqsa, bizdə bu xəstəliklər olmalı deyil də əslində. Yəni belə yanaşsaq, belə çıxır. Biz Rəsif müəllimə həmişə valideynlərlə danışanda deyirəm ki, indi dünya məsəl üçün tək bir uşaqda oturmuruq da. Birisi də məsələn Laxışda oturmur və yaxud da ki Bakıda olsun və yaxud mən burada Boston'da oturum olmur. Düzdürmü? Mən burada birisi nə qədər Azərbaycanı tanıyıram. O Azərbaycanlarımız da bizim doğma Bakımızdan gəlib, Gəncəmizdən gəlib və yaxud da ki başqa ölkə olsun. Rəfiqəm var məsələn Latin Amerikadan durub gəlib Amerika. Hal-hazırda dünya o qədər bir-biri ilə qarışıb, o qədər gəlgət asanlaşıb. Yəni hərdən valideyn deyir ki, bu peyvəndi xüsusi ediblər. Bizim genofondumuza ziyan vursunlar. Amma yəni biz öz genofondumuzla başqa ölkələrə gedirik və onlarla da qarışırıq. Əslində peyvənd ümumi sosiumu qoruyur. Ona görə ki, əgər mən peyvəndsiz bir uşaq qızılca tutaraq gəlmişəmsə bura,
Yaxşı ki, mən Bostondayam, ona görə ki, ətraf peyvəndlidir, yəni sosial bir immunitet var, yəni toplumun bir immuniteti var. Böyük ehtimal ki, xəstələnməyəcəklər. Amma mən elə bir şəhərə gələ bilərəm ki, orada da peyvənd yoxdur və mən onu qəşəngcənə hamıya paylayacağam. Öz Bakıda tutduğum qızılcanı gətirib deyək ki, başqa bir şəhərdəki uşaqlara paylayacağam. Yəni biz bunun bariz nümunəsini əslində koronavirus vaxtı gördük də. Yəni hansı ki kim fikirləşə bilərdi ki, Çində hansısa bir qəsəbədə, kənddə ortaya çıxmış bir virus gedib məsələn ucqar Alyaskaya çıxa bilər də. Amma gördük ki, getdi çıxdı, orada getdi çıxdı. Hətta orada insan sayı az olsa belə. Demək ki, haqlısınız. Yəni demək ki, qloballaşmanın bu tərəfi də var da. Müsbətləri ilə bərabər mənfisi də var. Ona görə də ehtiyatlı olub immunitetimizi ona hazırlamaq lazımdır. İcazənizlə doktora izləyici sualları var. Onları da verim. Bayaq danışığınızda da qeyd etdiniz ki, birdən çox peyvənd eyni gündə vurula bilir də. Yəni bunun vurulması niyə tam təhlükəsizdir? İndiki peyvəndlər, birincisi, uşağın xəstəxanaya get-gəlini azalması, bu bir. İkincisi, peyvəndlərin toplum şəkildə vurmağı immunitetə daha yaxşı təsir etmək, immun reaksiyanın daha düzgün formalaşması da qərarlaşıb, bilinir və ona görə də toplum şəkildə peyvəndin vurulması bir çox hallarda daha yaxşıdır. Peyvənddən sonra temperatur qalxarsa nə etmək lazımdır o zaman? Gəlin belə danışaq da, yüngül reaksiyalar. Yəni peyvəndi vuran vaxtı yerli qızarma ola bilər, şişkinlik ola bilər və hərarətin qalxması ola bilər. Hərarətin qalxmasını ancaq biz təhlükəli əgər hərarət varsa, 38,5-dan çox olmuşsa, 39-a yaxın bir hərarəti düzdür ki, düşürməliyik. Əgər uşaq balaca uşaqdırsa, məsəl üçün 2 aylıq uşaqdır, peyvəndə gedib və həmən gün hərarəti varsa, onda mütləq həkimlə birbaşa əlaqə saxlamaq lazımdır. Əgər daha böyük aylardırsa, 4 aydan yuxarı bir uşaqdırsa, onda onsuz da siz peyvəndə gedən gün həkim mütləq sizə məlumat verəcək ki, hərarət olan vaxtı siz bu dərmanı hansı doza və necə verəcəksiniz. Yəni sadəcə parasetamol, acetaminofen tərkibli dərmanları biz istifadə edirik. 6 aya qədər, ancaq onun yuxarı yaşlarda da Nurafen də arada istifadə edirik, amma yəni ibuprofen dediyimizdə, yəni belə brend adlarını demək. Amma acetaminofen, panadol kimi bildiyimiz, parasetamol kimi bildiyimiz dərmanları istifadə edirik. Ülviyə xanım, 6393 nömrəli izləyicidən də bir sual var. Gülər xanım sual verib ki, uşağına 6 aydan sonra peyvənd vurulmayıb. Bunun gələcəkdə yan təsiri ola bilərmi sual verir. Əslində, əgər 6 aya qədər səliqəli şəkildə 2, 4, 6 ay peyvəndlərdə göğüs kürəkdir, poliolardır, onlar hamısını vurubsa, siyamı yadımı salıram, onda orada 1 yaşında qızılca peyvəndi var. Qızılca parasit məxmərəkdir. Əgər oğlan uşağıdırsa, parasit təhlükəlidir. Əgər parasit tutarsa, ağırlaşması var, gələcəkdə sonsuzluqla yəni qarşılaşa bilər bu gənc yaşlarında, yəni ailə qurarkən. Ondan sonra yaş yarımında booster peyvəndləri var. Elə peyvəndlər var ki, onları yaş yarımında da vurmalıyıq və 6 yaşında yenidən diftiriya peyvəndi var. Yəni orada hələ də 1 yaş, yaş yarım, 6 yaş peyvəndləri var ki, onları vurulmağı məsləhətdir ki, vurulsun. Məsləhətdir ki, önəmlidir yəni. Aha, sadəcə yaşı qeyd eləməyibdi xanım, indi övladı hansı yaşdadır. Başqa bir sual da var, 2274 nömrəli izləyicidən Nigar xanım. Uşaqda peyvənddə allergiya ola bilərmi? Olarsa bunu öncədən necə bilmək olar ki, onun peyvəndə allergiyası olar ya yox? Sualı var. Aha. O çox maraqlıdır. Bizdə təzə-təzə belə maraqlı fərziyyələr var ki, peyvənd öncə allergiya dərmanı qəbul etsin uşaq ki, bu doğru deyil. Ondan sonra peyvəndə nəyə görə öncədən bir yoxlamırlar ki, bu peyvəndə allergiya olacaqmı, olmuş? Onu mümkün deyil eləmək. Sadəcə fikirləşək, arının sancmasını. Elə adam var ki, arı sancır, heç nə olmur.
Elələrdən var ki, arı sancır, şişir, düzdür. Biz onu yoxlaya bilmərik. Yəni arının sancağında nə qədər kiçik bir doz vücudumuza gəlir. Amma o yetər ki, allergiya olsun, düzdür. Maraqlıdır. Yəni bədənin reaksiyası məsələsi var da. Hərə bir cür reaksiya verir. Tamamilə doğrudur. Yəni əgər biz uşağımıza peyvənd vuracağıqsa, biz həmin gün allergiya dərmanı vermirik. Təbii ki, uşaq sağlamdır, keyfi, yəni sağlamdır dediyimiz, yəni əgər mən onları da danışacağıq da, yəni sağlamdır. Bu gün biz gedirik peyvəndi vurdururuq. Həmin otaqda bütün lazım olan anafilaksi olarsa, anafilaksi şok olarsa, ciddi bir allergiya olarsa, həmin an yardım göstərəcək bütün vəsaitlər olmalıdır. Yəni zaten tibb mərkəzində qoyulur peyvəndlər, düzdürmü? Və o reaksiya çox nadirdir. Yəni dediyim kimi 16 ildə mən heç görmədim və hər gün xəstə müayinədə olan və hər gün bizim peyvəndimiz vardı. Yəni çox nadir bir reaksiya, biz heç nə edə bilmərik. Siz evdə allergiya dərmanı qəbul etsəz də edə bilmərik. Peyvəndin eyni tərkibli peyvəndin bir brend fərqi varmı? Yəni bir peyvənd digərindən nə eləsə fərqlənir. İstehsal ölkə fərqi, brend fərqi yox, istehsal ölkə fərqi. Bu bizdə Azərbaycanda da bu belə deyim də şəhər əfsanəsidir. Ay filan ölkəninki daha yaxşıdır, filan ölkəninki pisdir. Amerika da az ölkəci yaxşıdır. Əsasız ki, Amerika öz dərmanlarını istifadə edir. Bilirsiniz, burada bu çox yəni elm, tibbin üzrə əsas profilaktika, tibb ümumiyyətlə burada profilaktik üzərində qurulub və təcili tibbi yardım. Yəni ya preventiv tibbdir və yaxud da ki acil tibbdir. Yəni burada bunu hamı bilir. Yəni hərdə gedim bir dənə həkimi görüm uşaqda nə var, nə yox, belə bir şey yoxdur. Ya preventiv gələcəm, lazım olan müayinələr keçəcəm. Yəni hər yaşa özünə uyğun. Mən indi sorsam Səmirə xanım, Rasiməm, siz buradakı o müayinələrin əksəriyyətini keçməmisiniz. Ya da ki acil bu dəqiqə mən infarkt oldum, beyin qanaması oldum, həmən bir təcil tibbi yardım gözəlcə gələcək. Amma arada elə belə getdim, gəldim, o qədər də onlara maraqlı deyil. Biraz ağrıyıram, qoy gedim görüm doktor nə deyir. O keçmir. Yox, çox da olmaz. İndi mən həmişə valideynə deyirəm. Belə bəlkə də yaxşı olmaz da, məsələn, köhnə Sovet maşını yaxşıdır, yoxsa Volkswagen? Rasiməm, hansı sürərsiniz? Yəni özümü yormaq istəyirəmsə Sovet maşını sürərəm. Yəni demək istəyirəm ki, tibb, dərmanlar, cihazlar, peyvəndlər high-techdir, yüksək texnologiya istəyir. Yaxşı elm istəyir. Yəni əgər bizim əlimiz çatırsa, varsa o peyvəndlər, biz Volkswagen alırıq. Amma mən buradan Şamaxıya gedəcəmsə, ayaqla getməyəcəm də. Yəni Volkswagen yoxdursa, onda başqa maşında olar. Belə düz, yəni mən çox istəyirəm belə sadə, bəlkə də indi deyəcəklər ki, qulaq asan tərəf deyəcək ki, niyə həkim belə sadə deyir? Yəni demək istəyirəm ki, mövcud olan peyvəndlərdən istifadə etməliyik. Yəni son texnologiya ilə əldə olunan belə deyək. Yox, elə deyim. Yəni əlimizdə bu günləri bu varsa, bunu istifadə edək. Yaxşısını tapa biliriksə, yaxşısını tapaq, istifadə edək. Mən bilirəm ki, istər-istəməz ölkələr, yəni öz büdcəsinə görə əli çatan qədər alırlar. Eyni qədərlər də məsələn bizdə Bakıda necə idi məsələn, amma indi çox özəl qurumlarda olan peyvəndlər artıq dövlət qurumlarında da var. Dəfələrcə mən valideynə deyirəm ki, mütləq vurdurun. Ülviyə xanım, bir izləyicimizdən daha sual var. 4587 nömrəli izləyicimiz Aysə xanımdan 9 yaşa kimi heç bir peyvənd vurulmayan uşağa 9 yaşında qızılca peyvəndi vurulub. Bunun köməyi olarmı? Sual belədir. Mütləq 9 yaşında. Mən 46 yaşım var və mən peyvəndimi təzələdim pandemiya. Yəni bizim pandemiya deyərdim də, mən Bakıdakı dəhşəti çox olan vaxtda. Yəni bəli, vurulmalıdır. Sadəcə böyük yaşlarda, məsəl üçün biz bir dəfə vurmuruq da, vururuq və bir ay sonra təkrar vururuq. Orada biraz PM fərqlidir. Təşəkkür edirik Ülviyə xanım. Bizim efir də sona yaxınlaşır.
Son olaraq bir şey demək istəyərsinizmi? Bəli, mən istəyirəm valideynlərə deyim ki, bizim baxın deyirik peyvənd uşaq. Görürsüz necə deyirik, yəni yaxşı uşaq, sağlam uşaq. Bax bu uşaq necə də peyvənd uşaqdır deyirdik də, düzdür? Niyə biz o gözəl sözlərimizi unuduruq? Niyə biz xəstə, cılız, bütün gün telefon qabağında, şirniyyat yeyən, zülal yeməyən, idmanla məşğul olmayan, ancaq dərs oxuyan uşaqlar istəyirik. Mən istəyirəm ki, övladlarımız havada çox olsun, idmanla məşğul olsun, zülal çox qəbul etsin, peyvəndlərin vaxtında vursun, riyaziyyat və başqa dərslərlə yanaşı, rəsm, musiqi, əl işi və s. kimi uşağı fərqli tərəflərdən inkişaf etdirən məşğələlərlə məşğul olsun. Çox sağ olun dəyərli tövsiyələriniz üçün. Bu əsl peyvəndidir. Düşünürəm ki, axırıncı dedikləriniz. Təşəkkürlər Ülviyə xanım. Sonda bir şey xatırladım ki, hər bir valideyn qərar verməzdən əvvəl məlumatlı olmalıdır. Getdikləri həkimə suallarını çəkinmədən verməlidir və doğru mənbələrə güvənməlidirlər. Yəni sadəcə bir mənbədən aldıqları məlumatla kifayətlənməməlidirlər. Bugünkü söhbətimizin məqsədi də məhz bu idi. Peyvənd mövzularına aydınlıq gətirmək, valideynlərə də bu mövzuda rahatlıq və güvən yaratmaq idi. Və bu güvən mövzusunda da bizə dəstək olduğu üçün Ülviyə xanıma təşəkkür edirik. Əziz valideynlər, növbəti görüşlərimizdə yenə birlikdə olacağıq. Sağ olun, sağlam qalın.